Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müxtəlif sahələr üzrə təlimlər təşkil edən Eduro Sentri və Aurum Fövqəsi Sentrinin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz nitq pilləkəni. İlk qığıldamadan məktəbə qədər inkişaf və riskli məqamlardır. Təlimçimiz defektolog loqoped Sevinç Əliquliyevadır. Təlimimiz rəsmi sertifikatlıdır. Təlimdən rəsmi sertifikatı almaq üçün rəsmi bir ödənişlə, simvolik bir ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün yanındakı əlaqə nömrəsini yazmanız kifayətdir. Təlim rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında, eyni zamanda YouTube-da paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamanız və təlimin gedişatını bölməməyinizdir. Suallarınız olarsa səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz, Sevinç xanım? Salam, çox sağ olun. Yaxşısınız, necəsiz? Yaxşıyam mən də, çox sağ olun. Buyurun, söz sizdədir. Səsim yaxşı gəlir? Bəli, Oldu. İlk öncə hər kəs salamlayıram. Mən loqoped defektolog Sevinç Əliquliyeva. Artıq bir neçə ildir ki, öz sahəm üzrə çalışıram və bu gün sizlərlə nitq inkişaf mövzusuna toxunmaq istəyirəm. Nitq inkişafı nədir, valideynlərin etdiyi səhvlər hansılardır və ən çox eşitdiyimiz miflər hansılardır? Bu barədə danışacağıq biz. İlk öncə açmaq istəyirəm ki, yəni nitq nədir və niyə vacibdir? Bildiyimiz kimi nitq insanın fikirlərini, hisslərini və ehtiyaclarını sözlərlə ifadə etməsidir. Yəni danışmaq, başa düşmək, sual vermək və cavab vermək bacarığıdır. Bəs uşaqlarda nitq niyə vacibdir? İlk öncə ünsiyyət üçün, yəni uşaqlar valideynlərlə, müəllimlərlə və yaşıdlarla ünsiyyətə girmək üçün nitq çox vacibdir və nitq olmazsa, uşaqlar da özünü ifadə etməkdə çətinləşir. İkinci növbədə düşüncəni inkişafı üçün, yəni bildiyimiz kimi nitq uşağın düşünmə qabiliyyətini və qabiliyyətini də inkişaf etdirir. Yəni uşaqlar sözləri öyrəndikcə dünyanı daha gözəl anlayır. Həmçinin təhsil üçün, sosial bacarıqlar üçün və özünə inam üçün. Çünki düzgün danışa bilən uşaq, özünü daha rahat ifadə edə bilən uşaq daha güvənli, özünü daha güvənli hiss edir. Yəni qısaca desək, nitq uşağın həm zehni, həm sosial, həm də emosional inkişaf etdirir. Və ikinci slaydımıza keçə bilərik. Digər slayda. Loqoped kimdir və hansı hallarda biz loqopedə müraciət etməliyik? Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış və psixoloji vəziyyətdə gerilmələr formasında özünü göstərir və nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur və biz bəs hansı hallarda loqopedə müraciət etməliyik? Əgər müxtəlif səslərin pozulması və ya olmaması, nitqin sürətinin normadan sürətli və yavaş olması, kəkələmə, exolaliya, eşitmənin problemləri ilə nitqin inkişaf etməməsi, artikulyasiya aparatında olan hər hansı bir problemlərlə nitqin inkişaf etməməsi, fonetik qavramın pozulması, iflic, insult, travmaya bağlı nitqin qismən və ya tamamilə itirilməsi, udma, çeynəmə, nəfəs və digər nitq problemləri zamanı biz loqopedə müraciət etməliyik. Və indi isə keçirik bugünkü mövzumuza, nitq inkişaf mərhələləri. Digər slayda keçə bilərik. Uşaqlarda nitqin inkişaf mərhələləri yaşa görə tədricən formalaşır. Yəni, hər uşaq fərqlidir, amma ümumi inkişaf bu formada gedir. Məsələn, 0-1 yaş, yəni körpəlik dövrü, uşaqlar səslərə reaksiya verməlidir, ağlamaqla ehtiyacını bildirməlidir. 2-6 ayda A, U, ba kimi səslər çıxarmalıdır.
9-12 ayda ilk sadə sözlər deməlidir. Məsələn, mama, baba, dədə, ata. Yəni bildiyimiz kimi uşaqlar anadan olanda uşağın ağlaması belə bizim üçün çox vacibdir. Çünki bu belə uşağın nə qədər düzgün inkişaf etdiyini göstərir. Ona görə də yəni uşaqlar anadan olanda onun ağlamasından tutmuş bütün çıxartdığı səslərə qədər uşağa diqqət etməliyik. Adi uşaq əgər acanda heç bir reaksiya vermirsə, bu belə bizdə bir narahatçılıq oyatmalıdır. Bu belə bir ləngimənin göstəricisidir, yəni bir problemin göstəricisidir. 1-2 yaş aralığında uşaqlar sadə sözləri başa düşür və istifadə etməlidir. 10-50 arası söz bazası olmalıdır. Gəl, ver kimi sadə tapşırıqları yerinə yetirməlidir və 2 sözdən ibarət cümlələr qurmalıdır. Məsələn, ata gəl, ana ver, su ver və s. kimi cümlələr artıq işlətməlidirlər. Digər slayda keçə bilərik. 2-3 yaş aralığında uşaqların söz ehtiyatı sürətlə artır, artıq 200 üstü olur. 2-3 sözlü cümlələr qurur, sadə hekayələri başa düşürlər və həmçinin suallar verməyə başlayırlar. 3-4 yaş aralığında daha aydın və düzgün danışmalıdırlar. 3-5 sözlü cümlələr qurmalıdırlar. Niyə, necə suallarını daha tez-tez verməyə başlayırlar və həmçinin qısa hekayələr qururlar və hekayələri danışa bilirlər. Eyni zamanda, məsələn, bağçaya gedirsə, bugün bağçada nə edibsə onu deməlidir. Dostları, ətrafı varsa, dostlarının adını heç olmasa bir-ikisini deməlidir. Bugün bağçada nə yeyibsə, nə içibsə onu deməlidir. Bağça olmasın, ev olsun məsələn. Evdə nə yeyirsə, nə iş görürsə, bunları artıq aydın bir şəkildə özünü ifadə etməlidir. Digər slayda keçə bilərik. 4-5 yaş aralığında nitqi demək olar ki, uşaqlara tamamilə formalaşır. Yəni uzun cümlələr qura bilirlər, hadisələri ardıcıllıqla danışa bilirlər, çox sözləri, çox səsləri düzgün tələffüz edirlər. 5-6 yaş isə yəni artıq bildiyimiz kimi məktəb dövrüdür və bu dövrdə məktəbə hazır nitq səviyyəsi olmalıdır uşaqda. Fikirlərini sərbəst və aydın şəkildə ifadə etməlidirlər. Özləri haqqında, ailəsi haqqında, evdəkilərin adını belə sərbəst şəkildə deməlidirlər. Yəni danışıq qaydalarına əməl etməlidirlər. Həmçinin oxu, yazı hazırlığı başladığına görə bütün bunlar bu uşaqlarda 5-6 yaş aralığında uşaqlarda olmalıdır. Əgər uşaq 2 yaşında danışmırsa, 3 yaşında cümlə qura bilmirsə və yaxud da səsləri düzgün ifadə etmirsə, yəni bildiyimiz kimi səslər 5 yaşına qədər bütün səslər uşaqlarda formalaşmalıdır. İstisna olaraq l və r səsləri olur. Yəni l səsi 5 yaşında tamamilə formalaşır. R səsini isə biz 6 yaşına qədər gözləyirik. 6 yaşından sonra formalaşmazsa, bu da bizdə problem sayılır. Ona görə yəni 5-6 yaşına qədər digər bütün səslər biz uşaqlarda formalaşmalıdır və həmçinin cümlə qura bilməlidirlər, sərbəst formada danışmalıdırlar. Əgər belə bunların heç biri olmazsa, o zaman biz mütəxəssislərə müraciət etməliyik. Loqoped olsun, psixoloq olsun, duysal bütünləmə müəllimi olsun. Bunlar ümumi kompleks müayinədən keçdikdən sonra uşaqlar bütün bu dərslərə girməlidirlər. Bütün bu dərsləri almalıdırlar. Və bugün həmçinin sizlərlə uşağın nitqini inkişaf etdirmək üçün hansı praktik və kiçik üsullardan istifadə edə bilərik? Uşağın nitqini inkişaf etdirmək üçün ən yaxşı üsul gündəlik, sadə və təbii fəaliyyətlərdir. Yəni əsas odur ki, uşaq danışmağa həvəslənsin və özünü rahat hiss etsin. Məsələn, gündəlik rahat bir mühit yarada bilərik. Uşaqla tez-tez danışmalıyıq. Adi indi paltarını geyinirsə və yaxud da ayaqqabısını geyinirsə, biz bunu səsli bir formada səsləndirməliyik. Məsələn, indi paltar geyinirik və yaxud da oyun oynayırıqsa, bax bu böyük topdur və yaxud da bu qırmızı topdur və s. Sadəcə sual vermək yox əlbəttə ki, özümüz də daha çox danışmalıyıq ki, uşaq daha çox eşitsin.
Seçim sualları verməliyik. Açıq suallar çətin ola bilər, ona görə belə edə bilərik. Məsələn, alma istəyirsən, yoxsa banan? Bu üsul uşağı cavab verməyə təşviq edir. Çünki bu formada bir sual verdikdə uşaq 100% cavab verir. Yəni qısa olsa belə deyir, alma, banan və yaxud ümumiyyətlə yox, hə, necə hansı bir formada cavab ver, əsas odur, yəni cavab verir. Keçə bilərik digər slaydımıza. Kitablarla aktiv işləyə bilərik. Yəni şəkil göstərir. Şəkildə məsələn alma var, meyvə var, pişik var, oğlan olsun, qız olsun, sual verir uşağa. Bu nədir? Uşaq ilk öncə cavab verməlidir. Sonra keçirik digər bir suala. Məsələn, qız nə edir? Oğlan nə edir? Və yaxud da pişik nə edir? Uşaq cavab verə bilməzsə, biz kömək edirik və əlbəttə ki, bir yerdə sonra təkrar etməyə çalışırıq. Genişləndirmə texnikasından istifadə edə bilərik. Məsələn, uşağa maşın veririk, maşın sürür. Uşaq deyir, maşın getdi. Biz ardını gətirə bilərik ki, qırmızı maşın getdi və yaxud da maşın sürətlə getdi. Bu formada uşağın cümlə qurma bacarığı artır və söz bazası artmış olur. Təqlid oyunlarından istifadə edə bilərik. Heyvan səsləri, gündəlik səslər, məsələn, İt necə edir? Haf-haf. Pişik necə edir? Miyav-miyav. Gündəlik səslərdən saat səsi, tik-tak. Yəni ilk öncə uşaqlarda hər hansısa bir səsi yaratmalıyıq, oturtmalıyıq ki, sonra sözlərə keçə bilək. Sırazu sözlərdən, məsələn, adi pişik sözü olsun belə, ondan başlaya bilmərik. Biz ilk öncə pişiyin hansı səsi çıxartdığını uşağa öyrətməliyik, anlamasını anlatmalıyıq, yəni başa düşməlidir. Ondan sonra sözləri öyrətməliyik, söz bazasına keçirik. Adi məsələn, uşaq 6 aylıq bir uşaq necə ki, danışmağa başlayarkən baba, mama belə başlayırsa, uşağın ləngiməsi varsa, əgər həmən vaxt biz uşağın yaşına baxmırıq. Uşağın psixoloji yaşına baxaraq başlayırıq. Uşağın əgər psixoloji yaşı 1 yaş 6 ayında qalıbsa, biz yenə başlayırıq səslərdən. Çünki öz yaşı önəmli deyil bizim üçün. Hansı yaşda qalıbsa, o yaşdan başlayırıq. Ona görə ilk öncə səslərdən başlayırıq, sonra digər sözlərə keçirik, cümlələrə keçirik, hecalara keçirik və s. Digər slayda keçə bilərik. Həmçinin rol oyunlarından istifadə edə bilərik. Məsələn, həkim, ana-bala, mağaza oyunlarından oynaya bilərik. Bu oyunlar uşaqlarda ünsiyyəti artırır. Uşaqlar dialoqa girməyə çalışırlar. Məsələn, mağaza oyunu oynayırıq, deyirik ki, sənə lazımdır. Uşaq da başlayır, alma lazımdır, banan lazımdır. Bu real ünsiyyət bacarığı yaradır uşaqda. Həmçinin dialoqa girməyə çalışır uşaq. Söz bazası da artmış olur. Mahnı və şeirlərdən istifadə edə bilərik. Çünki qafiyəli sözlər nitqi sürətlə inkişaf etdirir və ritm uşağın yaddaşını gücləndirir. Güzgü qarşısında məşqlər etdirə bilərik, gimnastikalar etdirə bilərik. Səsləri düzgün tələffüz etmək üçün, ağız hərəkətlərini göstərmək üçün və uşaq güzgüyə baxarkən həm özünü görəcək, həm bizi görmüş olacaq, elə də daha rahat təqlid etmiş olur. Keçirək digər slayda. Əlbəttə ki, yəni bunların hamısını edərkən ilk öncə çalışırıq ekran vaxtını məhdudlaşdıraq. Yəni heç bir telefon, tablet, passiv bunlar hamısı telefon, tablet bizdə passiv öyrədir. Yəni bunlar heç biri uşağa nə isə öyrətmir. Ona görə çalışırıq telefon və televizor olsun, tablet olsun, bunların hamısını yığışdıraq. Və əlbəttə ki, bunları edərkən tərif və motivasiyanı yaddan çıxartmırıq. Yəni hər bir uşaq motivasiyaya ehtiyacı olur. Ona görə uşaq adi nəsə kiçik bir şey etsə belə onu qeyd edirik. Uğurunu qeyd etmiş edirik ki, uşaq görsün ki, biz onun elədiyini görürük. Və ən əsas mövzulardan biri də indiki zamanədə valideynlərin etdiyi səhvlərdir. Yəni bu səhvlər hansılardır? Keçə bilərik digər slayda. Məsələn, uşağın yerinə danışmaq, uşaq nəsə deməyə çalışanda valideyn onun yerinə deyir və uşağın sadəcə məsələn su deməyi və yaxud da buva deməyi bəs edir və bu zaman uşaq heç bir danışmağa ehtiyac
duymur ümumiyyətlə. Yəni danışmır, uşağın danışma ehtiyacı azalır. Ona görə də yəni biz valideyn olaraq uşaq adi nəsə mızıldansa belə uşağın nə dediyini başa düşürük. Ona görə veririk, istədiyini razı edirik. Amma bu əslində böyük bir səhvdir. Çünki uşaqdan heç nə tələb etmirik və o zaman uşaq da tənbəlləşir. Yəni danışmaq ehtiyacı qalmır uşağa. Çünki uşaq bilir ki, biz onu onsuz da anlayırıq. Ona görə uşaq nəsə deyərkən, adi su belə desə, bir 10-15 saniyə gözləyirik ki, uşaq ardını gətirsin. Əgər gətirməzsə, gətirə bilmirsə, o zaman uşağa kömək edirik. Ekrana çox vaxt vermək. İndiki uşaqlar, yəni valideynlər düşünürlər ki, yəni telefonda öyrədici belə bir şey olsa, bunları qoysalar qabağına uşaqlar öyrənəcək. Xeyr, əlbəttə ki, yəni belə bir şey olmur. Uşaqlar ekrandan heç nə öyrənmir. Çünki uşaqlar orada rəngli bir şeylər görür, hərəkət etmiş bir şeylər görəndə sadəcə diqqətini ora verir. Adi məsələn biz özümüz nəyəsə baxarkən diqqətimizi yəni bir şeyə verəndə digər bir səslərə, digər nə bilim ətrafımızda kimsə olsa belə, nəsə danışsa belə, bizə nəsə anlatsa belə onları eşitmirik. Çünki biz bir yerə diqqətimizi vermişik və sadəcə onu görürük, onu eşidirik. Uşaqlar da yəni daha zəif inkişaf etdiyi üçün, daha zəif olduqları üçün telefon və televizor arxasında olanda ümumiyyətlə heç nə eşitmirlər. Sadəcə oradakı rəngli hər hansısa bir əşyaya odaqlanırlar. Ona görə çalışırıq telefon və televizoru uşaqlardan uzaq tutaq. Çünki orada uşaq pasiv bir şəkildə baxır, amma danışmır. Yəni bildiyimiz kimi nitq canlı ünsiyyətlə inkişaf edir, ekranla yox. Uşaqla az danışmaq, yəni bəzi valideynlər düşünür ki, uşaq öz-özünə öyrənəcək. Yəni xeyr, əslində, yəni uşaq nə qədər çox eşidərsə, o qədər tez danışır. Keçirik digər slayda. Səhvləri sərt bir şəkildə düzəltmək. Məsələn, uşaq nəyisə səhv dedikdə sırazu bunu göstərmək ki, sən səhv dedin, sən düzgün demirsən, sən eləmirsən. Bu uşağı sadəcə utandırır və uşaq utanarkən özünə qapanır və ondan sonra ümumiyyətlə danışmır. Yəni danışmaya bilər. Çünki özünə qapanmış olur və danışmaq istəyini azaltmış olur. Ona görə uşaqlar nəsə səhv edərkən çalışırıq səhvlərini sərt bir şəkildə düzəltməyək. Səbirsiz olmaq, uşağa cavab vermək üçün vaxt vermirik. Halbuki uşaq düşünmək və söz tapmaq üçün zamana ehtiyac duyur. Ona görə uşaq danışarkən çalışırıq uşağa biraz vaxt verək. Çox çətin suallar vermək, məsələn, nəsə göstəririk və deyirik ki, bu barədə nə düşünürsən? Və yaxud da ümumiyyətlə uzun bir sual vermək. Çünki uşaq heç uzun bir sualı və yaxud da çətin bir sualı anlamır. Ona görə çalışırıq sadə və uşağın yaşına uyğun bir suallar verək. Keçə bilərik digər slayda. Çalışaq ki, ünsiyyəti oyuna çevirək. Çünki sadəcə öyrətmək kifayət deyil. Məsələn, adi nəyisə görsə də bir şəkli göstərərək, şəkil olsun, məsələn, heyvan hansısa it şəkli olsun. Bu it şəklini uşağa göstərərək və deyərək ki, bax, itdir. Burada biz uşağa sadəcə əzbərlətmiş oluruq. Yəni, uşaq robotlaşmış bir formada bunu əzbərləyir, amma anlamır. Ona görə çalışırıq ki, uşağa sadəcə öyrətməyək. Oyun formasında maraq yaradaq və çalışaq ki, uşaq göstərdiyimiz, öyrətdiyimiz hər hansısa bir şeyi anlasın. Nitq problemini gec fərq etmək. Məsələn, bir çox valideyn deyir ki, böyüyəndə düzələr, 4-5 yaşına qədər gözləyirlər. Bəzi hallarda erkən müdaxilə çox vacibdir. Uşağı başqaları ilə müqayisə etmək. Məsələn, filan kəs artıq danışır, sən yox. Bu uşaq əlbəttə ki, mənfi təsir edir və stres yaradır. İki dilin düzgün idarə olunmaması, yəni əgər ailə Azərbaycan dilli ailədirsə, ilk öncə ailə çalışmalıdır ki, uşaqlarda Azərbaycan dilini formalaşdırsın, sonra ikinci bir dilə keçə bilər. Və yaxud da rus dilli bir ailədirsə, ilk öncə çalışmalıdırlar ki, rus dili uşaqda tam formalaşsın, sonra ikinci bir dilə keçə bilərlər. Çünki əgər iki dillilik olarsa ailədə, bu uşaqlarda ləngimə yarada bilər,
Ümumiyyətlə, yəni uşaqlar danışmaq istəyi azala bilər. Çünki uşaq anlamır. Bir dildə formalaşmalıdır uşaq. Nə dediyi, siz iki dildə danışırsınızsa, bir sözü rus dilində, ikinci sözü də Azərbaycan dilində deyirsinizsə, bu artıq uşağa mənfi təsir edir. Ona görə çalışırıq ki, ümumiyyətlə uşağa dil öyrədərkən ilk öncə bir dili öyrədək, tam formalaşdıraq, ondan sonra digər dilə keçə bilərik. Yəni, ən böyük səhv uşaqla kifayət qədər canlı və səbirli ünsiyyət qurmamaqdır. İndi isə keçirik miflərə. Digər slayda keçə bilərik. Miflər, yəni yanlış inanclar. Uşaqlarda nitq inkişafı ilə bağlı valideynlər arasında çox yayılan bəzi miflər var. Yəni, bunlar bəzən uşağın inkişafına mane ola bilər. Məsələn, oğlan uşağıdır, gec danışır. Bu normaldır. Yəni, çox valideynlər belə düşünür. Əlbəttə ki, bu fikir çox yanlışdır. Yəni, bəzi fərqlər ola bilər, amma böyük gecikmə normal sayılmır. Yəni, hər uşaq izlənilməlidir. Böyüyəndə özü düzələcək. Ən təhlükəli miflərdən biridir. Bəzi hallarda problem öz-özünə keçmir və gecikmə daha da artır. Yəni, böyüməyini gözləsək, uşağın vəziyyəti daha da çətinləşə bilər. İki dil öyrənən uşaq mütləq gec danışır. Yəni, bu doğru bir şey deyil. Yəni, tamamilə yanlışdır. Yəni, bir daha təkrar edirəm. Uşaq ilk öncə bir dil formalaşmalıdır. Ondan sonra digər istədiyimiz bir dilə keçə bilərik. Uşaq hər şeyi başa düşürsə, danışmaması problem deyil. Yəni, bir çox valideyn düşünür ki, uşağa əgər deyirsə, məsələn, get almanı gətir, almanı gətirirsə və yaxud da paltarını geyin, paltarını geyinirsə, uşaq bunu anlayırsa, deməli, uşaqda heç bir problem yoxdur və danışmaması da normaldır. Bunu problemdən saymırlar. Əlbəttə ki, bu yanlışdır. Düzdür, anlama yaxşıdır, amma anlamaqla eyni zamanda nitq də inkişaf etməlidir. Telefon, TV ilə uşaq öyrənir, telefon və televizorla uşaq öyrənir. Bu da bir mifdir. Çünki ekran passiv öyrədir, amma nitqi inkişaf etdirmir. Yəni, əsas öyrənmə canlı ünsiyyətdir. Uşağı düzəltmək lazımdır, düzgün danışsın. Yəni, danışarkən, nəyisə səhv deyərkən düzəltməyimiz uşağa bəs edir. Əlbəttə ki, bu yanlışdır. Yəni, sərt düzəltmək düzgün deyil. Daha yaxşısı, yumşaq bir formada, yəni düzgün bir formada uşağın yaşına uyğun uşağı başa salmaqdır. Danışmırsa, deməli, tənbəldir. Bu yanaşma da səhvdir əlbəttə ki. Yəni, nitq gecikməsi səbəbsiz olmur. Ona görə diqqətlə yanaşmaq lazımdır. Yəni, hər bir yaşa diqqətlə fikir vermək lazımdır. Əgər hər hansısa bir problem varsa, yəni hər hansısa bir yerdə buraxılış varsa, bunu biz problem bilməliyik və uşağın üzərində çalışmalıyıq, uşağı mütəxəssislərə yönəltməliyik. Və bir çox valideyn düşünür ki, yəni bir çox ailələrdə elədir ki, loqopeda olsun, psixoloq olsun, yəni düşünürlər ki, getmək ayıbdır və lazım deyil. Yəni, tamamilə yanlış bir fikirdir. Erkən dəstək uşağın inkişafını xeyli sürətləndirir. Ona görə uşağın üstünə nə qədər tez düşsək, o qədər də yaxşıdır. Həm bizə, həm də uşağa. Çox danışsaq, uşaq özü bezər. Əksinə, uşaq eşitdikcə öyrənir. Nitq təkrar və ünsiyyətlə inkişaf edir. Ona görə, yəni, uşaq nə qədər çox danışarsaq, uşaq nə qədər çox eşidərsə, uşağın nitqinə bu o qədər yaxşıdır. Söz bazası artmış olur, ünsiyyətə girmək bacarığı artır və s. Hər uşaq eyni vaxtda danışmalıdır. Tam doğru deyil. Yəni, hər uşaq individual inkişaf edir. Yəni, fərqlər, istisnalar olur. Amma böyük gecikmə diqqət tələb edir. Yəni, uşaqların hər hansısa bir nitq inkişaf mərhələsinə diqqətlə fikir verməliyik və tələb etməliyik, nəsə bir problem olarsa. Yəni, buradan qısa nəticə biz nə çıxara bilərik? Ən vacib şey uşağı müşahidə etmək, onunla ünsiyyət qurmaq və lazım olanda vaxtında dəstək almasıdır. Bu qədər idi. Hər hansı bir sualınız varsa, buyurun, verə bilərsiniz.
Nəsə sual olan var? Hı hı. Fatimə xanım, slaydı sonra yönləndirmək olur iştirakçılara? Qrupa göndərəcəm. Aha, vsyo. Qrupa göndərəcəklər, oradan götürərsiniz. Çünki slaydı skrin eləmək istəyənlər var ona görə. Burada biri yazıb ki, ş səsi çətin deyir, 5 yaşlıdır, ingilis dilini yaxşı bilir. Bəli, yəni ş səsi artıq yəni 5 yaşında olmaması, düzgün tələffüz etməməsi artıq bir problemdir. Çünki 3-4 yaşında artıq ş səsi formalaşmalıdır. R səsi ğ kimi tələffüz edirsə, r səsini, o zaman biz 5 yaşında artıq üstünə düşməliyik. Əgər l kimi, y kimi tələffüz edirsə, 6 yaşına qədər gözləyə bilərik. Əlbəttə ki, yəni üstünə nə qədər tez üstünə düşərsək, o qədər də daha yaxşıdır, uşaq üçün də yaxşıdır. Çünki 6 yaş bildiyimiz kimi artıq məktəb dövrüdür və bütün səslər uşaqlarda formalaşmalıdır. Salam, 2 yaş 6 aylıq uşaq üçün nitq inkişafına dəstək olması üçün vitamin vermək lazımdır. Yəni vitaminlər düzdür, uşaqlar üçün yaxşıdır, amma yəni vitamin uşağın nitqini inkişaf elətdirmir. Ş səsi ilə bağlı deyərdi zəhmət olmasa. Cavab verdim buna. Sən necə əlaqə saxlaya bilərik? Hı -hı. Mən sizin Instagram hesabınızı qrupa göndərdim. Oldu, çox sağ olun. Instagram bəs loqoped kimi sizin əlaqə saxlayıb. Instagram hesabımı göndərdilər, oradan girib əlaqə saxlaya bilərsiniz. Danışmayan uşaq necə yanaşır? Bəs loqoped kimi siz danışmayan uşağa necə yanaşırsınız? İş prinsipiniz necədir? Yəni hər uşaq individualdır və ilk öncə uşağın özünə baxıram və buna görə bir plan qururam. Ondan sonra işləməyə başlayıram. Yəni hər uşaqda eyni metodla getmirəm. Çünki hər uşağa fərdi yanaşma lazımdır. Hər uşağın götürümü, anlamı fərqlidir. Səslər qoyduqdan sonra yenidən səs səhv tələffüz edirsə nə edə bilərik? Səslər qoyulduqdan sonra yenidən səs tələffüz edirsə nə edə bilərik? Ola bilsin, yəni uşaqlarda səsi qoymaq sadəcə hər səs qoyuluşun belə deyimizsə etapı var, yəni etap qoyulur. Ona görə səs qoyulduğu zaman ilk öncə çalışırıq uşaqlarda səsi formalaşdıraq, aktivləşdirək. Səsləri aktivləşdirdikdən sonra yavaş-yavaş keçirik, bunları hecalarda işlədirik, sonra cümlələrdə işlədirik, sonra hekayələrdə işlədirik. Bu formada sonra danışığa, nitqə keçirik. Bu formada, yəni işləndikdə heç bir səs itmir. Uşaq ç səsini deyə bilmir, loqoped hocası qoyub, amma cümlədə deyə bilmir. Nə etmək olar, necə düzəltmək olar? Əgər ç səsini qoyubsa, cümlədə işlətməyibsə, amma cümlədə deyə bilmir. Ç səsi və yaxud da digər bir səsi, yəni bir daha deyirəm, qoyulduqda, yəni elə bir şey yəni belə bir şey olursa, deməli hardasa bir boşluq yaranıb uşaqda. Ona görə yəni səsləri qoyduqda cümlələrdə, səslərdə mütləq işlənilməlidir, evə tapşırıqlar verilməlidir. Yəni çünki adi məsələn mən loqoped olaraq uşaqla 45 dəqiqə məşğul oluramsa, 50 dəqiqə məşğul oluramsa, valideyn uşaqla evdə bütün gün məşğul olur. Ona görə yəni loqoped işləyirsə, evə tapşırıq verilməlidir. Evdə tapşırıqlar mütləq yerinə yetirilməlidir. Çünki 45 dəqiqə mən uşaqla işləməklə uşağa bəs etmir. İlk öncə uşaqla işləndiyi zaman
uşağın özü rol oynayır. Yəni ilk öncə uşağı aktivləşdirməliyik, uşaqda özümüzə inam yaratmalıyıq. Sonra valideyn rol oynayır və ən axırıncı növbədə biz rol oynayırıq. Biz öz işimizi görürük. Ondan sonra əgər evə tapşırıqlar verilir, çünki valideyn uşaqla daha çox vaxt keçirir. Əgər valideyn evdə məşğul olmazsa, uşaqlarda boşluq yaranır. Ona görə evə verilən tapşırıqlar mütləq yerinə yetirilməlidir. Eminli nə sual verib? Zəhmət olmasın. Eminli. Uşaq 4 yaşına keçir və qırıq-qırıq sözlər deyir. Bu nədən ola bilər? Demək olar cümlə qurmur. Əgər 4 yaşında uşaq cümlə qurmursa, bu ləngimə, özü bir ləngimə deməkdir. Yəni inkişaf ləngiməsi deməkdir. Yəni uşağa baxmadan düzdür, tam belə diaqnoz qoymağım, ümumiyyətlə, yəni mən diaqnoz qoymuram. Yəni nəsə deməyim düzgün deyil. Ona görə ilk öncə yəni uşağa baxmalıyam. Ondan sonra tam aydın sizə deyə bilərəm ki, səbəbi nədir? Ən çətin səs r səsi qoyuluşudur. Bəli, ən çətin səs uşaqlar üçün r səsidir. Çünki vibrasiya vermək uşaqlar üçün çox çətin olur. Nigar Nəsirova yazıb ki, sual verə bilərəm. Buyurun, verə bilərsiniz. Axşamınız xeyir. Salam, buyurun. Mənim sualım o idi ki, mənim oğlumun 2 yaşına 3 ay qalıb. Amma belə yəni deyim, sağlam uşaqdır da, hər şey başa düşür, hər şey nə deyirsəm gedir, gətirir, eləyir. Sadəcə bu sözlərində burada 50-100 arası yazmışız. Orada bu uşaqda o yoxdur. Bilirsiniz necə? Hər sözü deyir, amma ancaq ilk 2 hecası. Məsələn, banan demək istəyir, ba deyir. Qardaşı bağçaya gedir, deyirəm Aras hara gedib, deyir ba. Bağçaya deyə bilmir. Yəni ana atanı tam demir. Deyirəm a, ta, hərf ya heca deyirəm. Onu deyir ta. Deyirəm denən indi a, sonra ta. Birləşdirib deyirəm ata, yenə deyir ta. Bir dənə pişik sözünü tam deyir. Pişik, aydın onu deyir. Amma baba demir, nənə demir, yenə deyim. Belə yəni ancaq sözlərin ilkisi. Almaya deyir al. Belə. Ola bilsin ki, uşağın fonematik eşitməsində, yəni fonematik qavramasında problem var. Yəni eşidir, hər şeyi başa düşür, sadəcə tam tələffüz, düzgün tələffüz edə bilmir. Yəni fonematik qavramasında problem var. Yəni onunla işlənilməlidir və həmçinin yəni dediyim kimi artıq yəni bu nitq inkişaf, düzgün nitq inkişaf mərhələsi sayılmır. Yəni uşağı mütləq və mütləq loqopedə və yaxud da digər psixoloqa göstərməlisiniz ki, tam aydın desinlər sizə nədir və necədir. Çünki 2 yaşlı uşaq artıq yəni heç olmasa bir sözü tam deməlidir. Artıq 2 sözdən ibarət cümlələr qurmalıdır. Ona görə yəni mütləq və mütləq loqopedə müraciət edin, göstərin. Göstərsəz yaxşı olar. Siz sağ olun. Başqa bir sualınız varsa buyura bilərsiniz. Autizm əlaməti olan uşaq bəzi sözləri deyir, amma təqlidləri edə bilmir. Mütləqdir təqlidləri öyrənmək, yoxsa sözlərlə davam etməlidir. Dediyi sözləri anlamlı şəkildə deyir, yoxsa əzbərlənmiş formada deyir. Bunu da yəni əsasdır bilmək. Çünki əzbərlənmiş formada deyirsə, öyrəndiyi, yəni uşaq dediyi sözləri anlamlı şəkildə deməlidir və anlamalıdır. Əzbərlənmiş formada deyirsə, yəni öyrəndiyi bir sözlərin mənası qalmır. Çünki o sözləri düzgün yerlərdə istifadə etməyəcək. Təqlid edə bilmir, təqlidləri. Təqlidləri edə bilmir dedikdə nəyi nəzərdə tutursunuz siz? Çalışın uşaqlar, yəni rabitəli nitq üzərindən işləyin. Yəni əgər harasa gedirsinizsə, kartlarla falan, yəni işləmək artıq uşaq üçün mənasızdır. Yəni uşaq bunu nəyisə görməlidir, etməli, yəni hərəkətli bir formada işləyəsiniz uşaqla ki, uşaq anlasın siz ondan nə istəyirsiniz. 1 yaşdan sonra aparmaq olar loqopedə. Ixalaliyası olan uşaqla sadəcə loqoped işləmir, həmçinin psixoloq və loqoped işləyir, kompleks şəkildə iş gedir.
Uşağın exolaliyasına baxılır. Yəni, bir daha deyirəm, yəni fərdi plan qurulur uşağa. Sonra o plan üzərindən gedilir. Çünki hər uşaq individual bir şəkildə formalaşır, inkişaf edir. Ona görə hər bir uşağa individual yanaşmaq mütləqdir. Yəni mən bir uşağı götürüm, deyim ki, məsələn, bu formada işlənilir, bu oyundan işləyirik, bu formada işləyirik, yəni düzgün olmaz. Hər uşağa fərdi yanaşırıq. Anlama qavramasını inkişaf etdirmək üçün uşaqla nə işləyə bilərik? Uşağın yaşı neçədir bir dənə yazardınız zəhmət olmasa? 3 yaş. İlk öncə Segen lövhələri var. Yəni 3 yaş uşaq elədir ki, qabağına kitab qoyub nəsə öyrədə bilərik. Yəni anlama qavramını işlədə bilmərik. Ona görə yəni Segen lövhələrindən davam edə bilərik və yaxud da psixoloji oyuncaqları var. Yəni hər hansısa bir psixoloji bir yerə, mağazinlərə müraciət etsəz, sizə verəcəklər, özləri göstərəcəklər. Yəni Segen lövhəsi olsun, sonra adi məsələn adi ip verə bilərsiniz. O yumru makaronlar verə bilərsiniz. Uşaq onu keçirsin, makaronu ipin üzərinə keçirsin. Yəni bu da uşağı inkişaf etdirir. Psixoloq anlama qavramına psixoloq məşğul olur uşaqla. Sonra evdən özünüz də nəsə oyunlar uşaqla edə bilərsiniz. Məsələn, o dediyim kimi ip götürürsüz, sonra makaron verirsiniz, uşaq makaronu ipin üzərinə keçirir. Sonra makaronları olsun, hər hansısa rəng yeyirsiniz və 2 dənə, məsələn, makaronun birini qırmızı edirsiniz, birini göy edirsiniz və eyni zamanda 2 dənə stakan olur. Biri qırmızı rəngdə, biri göy rəngdə. Qırmızı rəngdə makaronu qırmızı stakanın içinə atmalıdır, göy rəngdə makaronu göy stakanın içinə atmalıdır. Bu formada inkişaf etdirə bilərsiniz. Anlama qavramı laqeyd işləyə bilməz. Xeyr, anlama qavramını psixoloq işləyir. Exolaliya özü də yəni böyük bir mövzudur. Digər təlimlərdə exolaliya ilə bağlı danışaram. Olar? Adına reaksiyanı necə işləmək olar? İlk öncə uşaqda mən anlayışını uşağa öyrətməliyik. Yəni uşaq özünü tanımalıdır. Ondan sonra adına reaksiyaya keçirik. Yəni göz kontaktı olmalıdır adına reaksiyanı işləmək üçün. Və bir neçə dənə oyunlar, yəni bunun üzərindən oyunlar çoxdur ümumiyyətlə, yəni. Adına loqopedik albomu hansını deyirsiz? Onlar yəni loqopedik albomu tövsiyə edirəm. Çünki orada yəni səs korreksiyaları üçün ən çox yəni səs korreksiyaları göstərilir orada. Yəni çox faydalıdır, çox işə yarayan bir şeydir. Yəni çox gözəldir. Yəni işləmək olar əlbəttə ki, tövsiyə edirəm. Amma yəni loqopedik albomda ümumiyyətlə yəni ən çox orada göstərilən səs korreksiyalarına kömək edirlər. Gimnastikalar var, sonra böyük-kiçik anlayışları var. Rabitəli nitq üçün orada şəkillər var. Amma belə exolaliya üçün
Əgər soruşursunuzsa, ümumiyyətlə görməmişəm, yəni loqopedik albomda nəsə olsun. İlk öncə nədən başlamalıyıq? Danışmayan uşağa, yəni nitq ləngiməsi olan uşağa ilk öncə nədən başlamalıyıq? 3-4 yaş ümumiyyətlə gecikmiş deməkdir. Ona görə ilk öncə səslərdən başlayırıq. Yəni 3-4 yaşlı uşaq danışmırsa, deməli, yəni hansı səsi necə tələffüz etməlidirsə, onu da bilmir. Ona görə ilk öncə səslərdən başlamalıyıq. Məsələn, A, O, U, İ, I, E bu səslərdən başlayırıq və uşaq əgər demirsə, göstərmirsə, özümüz göstərməyə çalışırıq. Uşaq məsələn, A, O, U, ilk öncə bunlardan başlayırıq, sonra keçirik digər səslərə. Məsələn, saat səsi olsun, tik-tak, heyvan səsləri olsun, miau, miau, it səsi olsun, haf, haf bu formada. Ondan sonra yavaş-yavaş əgər uşaq bunları təqlid edirsə, bunları deyirsə anlamlı bir formada təbii ki də. Ondan sonra keçirik sözlərə yavaş-yavaş. Yavaş-yavaş. Əlbəttə ki, yəni uzun sözlərdən istifadə etmirik. İlk öncə başlayırıq 2 sözdən ibarət olan sözlərdən istifadə edirik. Yavaş-yavaş başlayırıq. Məsələn, ilk öncə başlaya bilər at, it bu formada. Sonra yavaş-yavaş artırırıq. Məsələn, keçirik ata, ana, baba, mama. Həmçinin uşaqların nitqini inkişaf etdirmək üçün də barmaq oyunları var, neyrogimnastikaları var. Yəni onlardan da istifadə edə bilərsiniz. Onlar yəni mən çox işlədirəm ümumiyyətlə, yəni neyrogimnastikaları çox faydalı olur. Uşaqlar özləri də mahnı formasında, yəni ritmdən daha yaxşı öyrənirlər, nəinki belə sadə eşidəndə. Olar, işlədə bilərsiniz. Tövsiyə Axşamınız edirəm. xeyir Seviniz xanım. Axşamınız xeyir, buyurun. Seviniz xanım, deməli mənim qızımın 2 yaşına cəmi 4 ay qalıb. Təkcəli sözlərin hamısını deyir. Yəni mama, baba, nənə, pişik, yəni deyir da, yəni yaxşı həm də özümüz də yaxşı eşidirik. Bir də təqlid etmə bacarığı da yaxşıdır. Bizdən nə görür, məsəl üçün hamısını elə özü tək sərbəst eləməyə çalışır. Sadəcə elə baxıram cümlə quranda, yəni deyir düzdür, nələrsə deyir, amma tam olaraq biz başa düşmürük də onu. Məsələn, o gün qabağıma bir video çıxdı. Baxdım ki, 2 yaşında bir qız uşağıdır. Yəni qəşəng cümlələr qurur da, yəni başa düşülən tərzdə, yəni eşitmək olur onu. Amma baxıram elə qızım elə o səviyyə deyil də. 4 aydan sonra görən o səviyyəyə çata bilər, yoxsa hər uşaq bayaq dediyiniz kimi individualdır? Yəni bir daha deyirəm, yəni hər uşaq individualdır. Yəni hansısa uşağa baxıb öz uşağımızı sığışdırmırıq təbii ki də. Düzdür, yəni elə boş buraxmaq da olmaz. Yəni çalışırıq, nəsə öyrədək ki, yəni biz öyrətməsək onlar zaten öyrənməzlər. Ona görə yəni nəsə öyrətməyə çalışırıq, amma yəni 2 yaşına hələ 4 ay var elə. Bəli, 4 ay Amma qaldı. yəni 2 yaşına görə, yəni əgər o sözləri deyirsə, özünü başa salmağa çalışırsa, bacarırsa bunları, yəni yaxşıdır, normadır, yəni nə yuxarıda, nə aşağıda yaxşıdır. Amma yenə də deyirəm, üzərinə yenə kömək etməliyik biz də, üzərində çalışmalıyıq daha yaxşı olması üçün. Yəni elə boş buraxmırıq. Bunu belə deyə bilərikmi ki, məsələn, mən evdə bir iş görəndə onu qızımın yanında danışıram. Məsələn, gəl paltar yuyan maşınından götürək, sərək və yaxud da ki, gəl sənə banan verim. Da, yəni nə eləyirəmsə, evdə hansı işi görürəmsə, onun yanında da danışıram. Əla, çox gözəl. Yəni bu uşağın inkişafına çox gözəl təsir edir. Yəni əsas evdə valideynlərin roludur. Yəni valideyn nə qədər çox uşaqla danışarsa, uşaq da o qədər daha yaxşı inkişaf edər. Ona görə yəni sizin etdiyiniz yəni əlbəttə ki, çox doğrudur. Yəni çox düzgün edirsiniz. Bəs bundan başqa nələr məsləhət görərdiniz? Yəni o tam o Yəni səviyyəyə. Yəni bir az dediyim kimi, yəni bir yerdə oyun oynaya bilərsiniz. Məsələn, ana-bala oyunu və yaxud da dükkan oyunu olsun, meyvələr satırlar, yəni təbii meyvələrə oxşur, yəni gördüyü mağazinlərdə satırlar. Onlardan alıb bir yerdə işləyə bilərsiniz və getsin məsələn almanı alsın, gətirsin, sizə versin, sizə başa salsın. Sual verin, bu nədir? Almadır. Sonra alma hansı nədir? Yavaş-yavaş sualların ağırlığını artırırsınız. Məsələn, bu nədir? Alma. Alma hansı rəngdədir? Qırmızı rəngdədir. Bu formada yəni işləyə bilərsiniz. Yəni nə qədər çox işləsəz, o qədər
yaxşıdır uşaq üçün. Mhm. Məsəl üçün Sevinç xanım, belə eləyirəm, o oyuncaq, o meyvələr yoxdur, onu düzürəm. Deyirəm ki, tutaq ki, almanı ver, bananı ver. Hə, görürəm məsələn onu başa düşür, özü götürür, mənə uzadır. Amma biraz cümlə qurmasında hələ deyirəm ki, görəsən cümlə qurmasına da o normadadırmı, yoxsa hələ var o da düzələcək zamanla. Cümlə, yəni deyirsiniz ki, yəni cümləni düzgün qurmasa belə, amma yəni özünü başa sala bilir, elə? Bəli, 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 salır onu. Yəni hər Hə, şeyi yəni bilir, başa düşür, gedib gətirir. Nə deyirsən deyir, gedib tapır, götürür, cümləni də gəlir. cümləni də yəni səhv düz, amma qurmağa çalışır, elə? Bəli, yəni nəsə danışır, amma başa düşmürük. Da nəsə sözlər deyir öz üçün, amma tam başa düşmürük da nə deyir. Söz bazası var, sadəcə onu aktivləşdirmək lazımdır. Bəli, aktiv, bəli, bəli. Siz onun üzərində çalışsanız, yəni olacaq. Çünki uşaq özü yəni danışmağa çalışır, cəhd göstərir. Aha. Hə. Sadəcə yəni çalışın onu daha aktiv bir vəziyyətə gətirəsiniz. Yəni burada bir problem ediləcək bir şey də yoxdur, amma yəni yarı yolda da qoymaq olmaz. Ona görə çalışın uşağın üzərində işləyəsiniz. Oldu. Təşəkkür edirəm Sevinç xanım. Sağ olun, buyurun, xoşdur. Başqa sualı olan var? Cəm şəklində deyir. Bunu necə düzəltmək olar? Tək özünü demir. Belə bir uşaq var ki, deyir məsələn yemək. Belə bir uşaq var ki, deyir məsələn yemək yeyirik, su içirik, cəm şəklində deyir. Bir dəqiqə. Bunu necə düzəltmək olar? Tək özünü demir, su içirəm və s. Yəni özünü ikinci bir şəxs kimi göstərir. Bunun üzərindən də yəni işlənilməlidir, düzdür. Yəni ilk öncə yəni bir daha deyirəm, uşağa baxmalıyıq ondan sonra. Və bunu işləyərkən belə, yəni loqoped tək işləmir, psixoloqlar bir yerdə işlənilməlidir. Çünki uşaq özünü tanımalıdır ilk öncə, sonra. Çünki burada uşaq özünü ikinci bir yerdə görür. Birinci bir yerdə görmədiyi üçün uşaq ikinci addan danışır. Cümləni düzgün qurmaqla düzəltmək olur dedikdə, yəni uşağa cümləni düzgün qurmağa, düzəltməyi öyrətsək, uşaq burada sadəcə yəni cümlə demiş olacaq, yenə də anlamayacaq, özünü başa düşməyəcək. Ona görə yəni uşağa ilk öncə özünü tanıtmalıyıq, yəni mən anlayışını formalaşdırmalıyıq ki, uşaq danışarkən yəni anlamlı bir şəkildə dediklərini düzgün desin. Çünki məsəl üçün, hə mən su içirəm, bunu uşağa əzbərlətsək, bu özü düzgün deyil. Çünki burada uşaq уже əzbərləmiş olacaq. Yəni anlamlı bir formada cavab vermiş olmur. Ona görə ilk öncə uşaqlarda məni formalaşdırmalıyıq, sonra digər şeylərə keçə bilərik. Sualları olan yoxdursa, mən anlayışlı loqopeddə işləyir, psixoloqda işləyir. Yəni əlbəttə psixoloq yanına mütləq getməlidir, çünki uşaq özünü tanımalıdır. Loqopedlə də işləyən zaman loqoped də dərsləri başlayanda salamlaşır, necəsən soruşur, məsələn soruşur, Aydın kimdir? Uşaq deyir mən anlamlı bir formada kompleks bir şəkildə uşaqla işlənilməlidir. Amma birinci növbədə psixoloq rol oynayır əlbəttə ki. Semcan. Siz deyəsən, yəni uşağın söz bazası var, bütün sözlər deyir, amma sözü tam demirəm. Məsələn, ata deyirsə, ta deyir. Fonematik qavramında problem ola bilər. Bu da nitq ləngiməsi sayılır. Yəni, onun üzərində də fonematik qavramla da işlənməlidir. Belə davam edərsə, yəni uşaq gələcəkdə sadəcə yəni, nitqdə yox, həmçinin yazda da problem yaranacaq uşaqda. Ona görə, yəni, adi məsələn, yazı yazarkən buraxdığı səhvlər çox olacaq. Yəni, məktəb dövründə həmən vaxt problemlər uşaqda yarana bilər. Ona görə, yəni, çalışın üstünə düşəsiniz.
Bəli, əlaqə yarada bilərsiniz. Qrupa Instagram hesabımı atacaqlar, səhifəmi atacaqlar. Oradan baxa bilərsiniz. Yəni oradan əlaqə saxlaya bilərsiniz mənimlə. Əgər Instagram hesabınız yoxdursa, Fatimə xanıma yazarsınız, nömrəmi də verə bilər sizə. Problem deyil. Başqa sualı olan var? Yoxdur deyəsən. Bu da əlbəttə ki, bir mifdir. Yəni bir də yazıb ki, bura yaşlı nəslin bildirçin yumurtası ver danışacaq fikri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, yəni çox yanlış bir fikirdir. Elə bir şey yoxdur ümumiyyətlə. Yəni bildirçin yumurtası uşağın nitqini açmır. Bu da çox yanlış bir fikirdir. Siz sağ olun. Oldu. Başqa bir sualı olan yoxdursa sağollaşaq. Vaxtınızı çox almayım mən də. Gələn görüşlərə qədər. Çox sağ olun. Sağ Əziz olun. Sevinç xanım, dəvətimizi qəbul etdiyinizə görə, bizimlə belə maraqlı bir təlim keçirdiyinizə görə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların loqopediya mövzusunda müəyyən qədər inkişafına müəyyən qədər rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm odur ki, qrupu tərk etməyəsiniz və təlimlərimizi izləməyə davam edəsiniz. Sertifikat üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərimizdə görüşənədək. Sağ olun. Sağ olun. Gecəniz xeyrə. Sağ ol. Sağ olun. Sağ olun.